möhtəşəm bir misal çəkəcəm sizə. Əxlaqa baxın. Peyğəmbər sallallahu aleyhi və səlləm döyüşdən sonra qənimətlər də toplanıb, qayıdırlar geri. Bu vaxtı səhradan bir bədəvi gəlir, yaxınlaşır Rasulullah sallallahu aleyhi və səlləmə. Arxadan burasından tutur, buradan və dartır. Buradan da belə boğur da elə bir sıxır. Hətta sahabə deyir ki, burada izi qaldı onun. O bürüncəyin burada izi qaldı. Arxadan elə dartdı ki, öz tərəfinə, özünə tərəf belə çevirir, deyir ki, ey Muhammed, fikir ver, müraciətə bax, ha. Hamı, ey Peyğəmbər, ya Rasulullah deyir, bu, ey Muhammed, elə bir tay düşür. Çobuddur da, çoban. Ey Muhammed, o qənimətdən mənə də pay verin. Döyüşdə iştirak eləməyib. Qənimət döyüşçülərin payıdır, mücahidlərin. Sənə nə pay düşür oradan? Əslində buna pay düşmür. Üstəlik də belə kobudluq eləyib. Sahabələr hamısı qəzəblə baxır ki, Peyğəmbər sallallahu desə ki, bunu cəzalandırın, gəlsinlər, bunu döysünlər. Amma o nə edir? O sakitcə çönür ona tərəf, yüzünə təbəssüm edir, gülə-gülə, yaxasını da belə düzəldir, elə-belə heç nə olmayıb. Sahabələr deyir ki, o paydan, o qənimətdən ona da pay verir. O da səbəb olur ki, həmin o bədəvi onu sevir. Ömrünün axırına qədər həmin bu hadisəni danışır ki, mənə münasibəti belə oldu.